Xoş gördük, dəyərli izləyicilər. Bugün Ləmanlı Güllərin növbəti buraxılışıdır. Təbii ki, bugün biz Türkiyədən qonaq gəlmiş, öz vətəninə geri dönmüş müğənnimiz, illərin sənətçisi belə deyərdim. Hər kəsin tanıdığı Şəlalə Cansəs. Bugün evinin qonağıyıq. Öz evinin qapılarını bizim üzümüzə açmış. Teşekkür edirəm hər birinizə. Xoş gəlmisiniz. Nə deyim? Bugün məni qırmadınız, gəldiniz. Çox sevindirdiniz məni. Hər zaman evimin qapıları sizin üzünüzə açıqdır. Biz sizə təşəkkür edirik ki, bax belə bizi qarşıladınız. Mən burada Əhməd Pərvizoğlu'nu görürəm, dəyərli prodüserimiz. Xoş gördük sizdə. İllərin prodüseri. Nə qədər müğənnilərlə çalışıb, təbii ki. Tanınmış simalar. Hər ikinizə tanınmış simasız. Hər birinizi və bizə baxın, çox maraqlı olacaq. Şəlalə Cansəs. Bu Cansəsin ləqəb olaraq nə səbəbdən özünüzə Canlı götürdünüz? səs. Canlı səs. Neçə ildir sənətdəsiz? Uşaqlıqdan 20 ilə yaxındır ki, artıq sənətdəyəm. Amma normal səhnəyə açışım belə deyərdim ki, 17-16 ildir. Amma opşu götürsək, sənətlər uşaqlıqdan oxuyuram da, yəni uşaqlıqdan, körpəlikdən. Təxminən neçə il? Təxminən götürsək 19 ilə yaxındır. 19 ilə yaxındır. Bəli, uşaqlıqdan Bir götürsək müddət idi ki, burada yoxsunuz. Bəli, 12 ildir burada yoxam. Xarici dövlətdə yaşayıram və orada işimi davam etdirirəm və artıq istədim ki, öz vətənim, öz millətim də məni gözəl bir sənətkar olaraq, yəqin ki, mən bir sənətkar olaraq qəbul edərlər, xoşlarına gedərəmsə, bir sənətçi olaraq, bir sim olaraq tanısınlar ki, bizim də belə bir müğənnimiz var. Necə oldu ki, düşündünüz ki, artıq tanınmaq lazımdır? Onu düşünməyə ehtiyac məncə yoxdur. Artıq nə hara gedirsən, get. Belə bir misal var. Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşıdır. Belə bir ortalıqda bir misal var. Atalar misalı. Mən də istədim ki, öz ölkəmdə məni tanısın və bizim kimi müğənniyə çox tələbat var. Mənim gəlişim belə deyərdim ki, yeri göyü sirkələdi. Bu məni çox sevindirdi. Loridində desək, bu belə oldu. Bəli, bəli. Efirləri çox sevmirəm, amma sima olaraq tanınmaq üçün məni tanısın, mənim sevənlərim məni görsün, çünki tələbat var. Onun üçün az-az və sıra-sıra istəyirik ki, arada sırada vaxt edək, görünək. Amma belə deyərdim ki, artıq vaxtı gəlib çatıb hər şey. Məncə də vaxtı gəlib çatıb. Əhməd Pərvizoğlu, nəyə görə, səbəb nədir? Onu prodüser olaraq özünüzə seçmisiniz? Əhməd Pərvizoğlu çox gözəl bir prodüserdur. Əhməd Pərvizoğlu Təbii illərin bəli, peşəkar bir prodüserudur və mən bu barədə Türkiyədə olduğum müddətdə də bu mənim artıq gəlib qulağıma çatmışdı ki, belə bir gözəl prodüser var. Mən başqa bir prodüserlara ehtiyac görmədim, müraciət də etmədim. Artıq elə istədim ki, Məncə düz ünvandasınız. Bəli. Gəlin bir balaca da onun özündən soruşaq görək. Niyə Şəlalə Cansəs? Şəlalə xanım Türkiyədə olan müddəti mənimlə əlaqə saxladı və belə bir fikir olduğunu bilirik ki, işbirliyinə biz başlayaq. Dedim, böyük bir zövqlə, yəni sizlə işbirliyinə başlayaram. Siz özünüz də bilirsiniz, bir çox müğənnilərlə işləmişəm. İstər tanınmış müğənni sənətkarlarımız olsun, istər tanınmağa da olur. Amma əlimin duzu yoxdur. Əlimin duzu yoxdur. Hə, kimlə işləyirəmsə bir müddət tanınandan sonra Əhməd yaddan çıxır. Səbəb nədir? Vallahi bilmirəm. Mən tərəfdən olmur problem, o qarşı tərəfdən olur həmişə problem. Yəni özünüz də bilirsiniz ki, mən hamı eyni baxıram. Eyni cür işləyirəm. Yəni ayrı seçkilik qoymuram heç bir müğənninin arasında. Özləri bilsin, Allahlar bilsin, onu deyim. Amma Şəlalə xanımla bizim artıq müqaviləmiz də imzalandı. Biz bir illik müqavilə imzaladıq. Çox sağ olun, təşəkkür edirəm. Bir il müddətində bizim yeni proyekt verilişlərimiz olacaq, layihələrimiz olacaq, konsertlərimiz olacaq. Amma haralarda olacaq, onu mən hələ ki səsləndirmirəm. Sürpriz olaraq qalsın. Və o bəzi bizim haqqımızda, hətta onu mən sizə vurğulayım ki, bu yaxınlarda bəzi dırnaqarası müğənnilər var ki, ortada gəzən.
bizim aramıza girmək istədi. Məndən Şəla xanıma, Şəla xanımdan mənə bəzi heç ümumiyyətlə ağzımıza alınmayacaq sözləri dedi ki, aramıza vursun, amma yenə də Dırnaqarası deyirsinizsə, mən belə başa düşdüm ki, onların hələ müğənnilikdən heç bir xəbəri yoxdur. əlbəttə hər əlinə mikrofonla müğənni olmur əzizim. Əhməd Pərvizoğlu necə düşünür ki, gündəmə necə gəlmək olar? Gündəmə gündəmə insan öz sənəti ilə, səsi ilə gəlməlidir. Nə bilim, ailəm belə gəldi, nə bilim, səhnədə yıxıldım, ürəyim getdi. Elə gündəmə gəlirsən gündəmə, amma bir müddətlik gəlirsən. Şəlalə xanım gülürsüz. Nə deyirsiniz belə? Əslində doğru söylüyor. Əhməd bəy çox doğru vurğuluyor. O məni güldürür. Nəyisə həyat yoldaşından gündəmə gəlmək. Bəli, bəli, Siz doğru. necə olur ki, yəni belə gələcəkdə nə ilə gündəmə gəlmək istəyirsiniz? Sənəti ilə təbii ki. Mən belə başa düşürəm ki, siz qoymayacaqsınız. Xanımlar. Yox, yəni mən Şəla xanımın yanında varamda təbii ki, ancaq sənəti ilə gündəmə gələ bilər. Yəni başqa müğənniciklər kimi hansısa bir şey əlində tutub sənə qabağa getmək o düzgün deyil. O müğənnilik deyil artıq. O klonluqdur. Düzdür, klonlar da böyük bir mənim hörmətim var, o sözsüzdür. Amma o səhnədə oyun çıxartmaq, o qabağa getmək sənətkar demək olmaz ona. Bəli, hər yerdən qalxan bu gün mən sənətkaram deyib, əlinə mikrofon alıb sənətkar deyərək ortaya çıxmağı sənətkarlıq demək deyil. Əgər bugün üzr istəyirəm ifadəmə görə sənətkar deyib ortaya çıxmaq istəyirsinizsə, birinci təhsil, ikinci canlı səs lazımdır, Bəli. görünüş lazımdır, geyim mütləq lazımdır və oturuş, qalxmaq və mütləq təhsil, musiqi sənət təhsili lazımdır. Və çox böyük bir sənətkarların yolunu gedib və onlara baxıb, onları bir örnəkdir dediyim kimi, bundan öncəki verilişimdə də qeyd etmişdim. Onlara baxıb onların yolunu getmək lazımdır. Yəni bayağı olmaq lazım deyil məncə. Show biznesdə dostunuz varmı? Xeyr. Ümumi götürsək dost yoxdur. Məncə də. Bəs siz necə? Nə düşünürsüz? Məncə də show biznesdə dostluq deyilən bir şey yoxdur. Çünki dost deyib ayaq altı qazanlar çoxdur. Ona görə hamı ilə salam və sərhəd. Ən gözəli. Bəli. Gəlin belə deyək də, gələcəkdə məsəl üçün Şəlalə Cansəs populyar olsa, tanınmış olsa, daha da belə irəliyə, yüksəyə getsə, Əhməd Pərvizoğlu buraxarmı, yoxsa buraxmaz? Mən belə qeyd edim ki, mən populyaram onsuz da. Yenə də tanınan bir müğənniyəm, yenə də populyaram. Mən Daha yüksəklərdə. elə daha yüksəklərdəyəm. Daha yaxşı olar. Daha yüksəklərdəyəm. Çünki 80 milyon əhali Türkiyədə məni tanıyırsa, burada sadəcə bir sim olaraq istədik Qardaş tanımaq. ölkəmizdə belə deyək, siz tanınmış simasınız. Bəli. Bəli, doğrudur. Və mən artıq da ucu populyarlığa doğru gedirəm. Amma mən yenə də Əhməd Pərvizoğlu'nun yanındayam. Çünki bizim bir-birimizə sənətdə verdiyimiz bir söz var. Bəli. Bir yola çıxmışıq və biz bir gün, 2 gün işləyib bir-birini nə bilim, bəzi müğənnilər var. Bunu da Buyurun. qeyd edim ki, o belə qeyd edim. Çıxmaq üçün insana hani məsələn deyir ki, həmən çıxım, tanınım, ondan sonra sən məni görəcəksən. Və tanınırlar. Sonra o prodüserlə işləmirlər, başqa bir prodüserlə işləyirlər ki, yox artıq onu istəmirəm, mən tanınmışam. Yəni məncə o çörəyi axıra qədər yesin. Biz sizi bu yaxınlarda Göyçayda Nar festivalında gördük. Orada çıxış etmisiniz, yeni mahnınızla, Azərbaycan mahnınızla. Yəni ilk dəfə idi ki, Göyçay əhalisində olurdum, millətində olurdum və mən çox bəyəndim. O qədər məmnun oldum ki, Göyçay millətindən. Yüksək kütlə var idi orada. Bəli, Biz çox gördük. böyük bir kütlə vardı orada. O qədər millətin qarşısına çıxmaq, o kütlənin qarşısına çıxmaq məni çox sevindirdi, şad etdi. Xəbərexpress.az saytının təşəbbüsü ilə mən səhv etmirəmsə orada olmusunuz. Əlbəttə ki, Ruhiyə Eldar qızının Bəli. təşəbbüsü ilə orada olduq və onu çox təşəkkürümüzü bildiririk Ruhiyə xanıma buradan. Bizə təşəkkür. Salamlarımı göndərirəm. Allah onu başımızdan əksik Amin. etməsin, Amin. var etsin. Və Ruhiyə xanım hər zaman bilirsiniz ki, Bir nömrədir təbii ki. yəni mən deməsəm də Jurnalistikada siz, sözün demiş jurnalistdir. bəli, bu hər zaman belə olub, belə də olacaq. Konfranslarınızı görürük. Bəli, Konfranslar keçirirsiniz, klip təqdimatları edirsiniz. bəli. Uğurlu olsun, xeyirli olsun deyirik. Təşəkkür edirəm. Hətta bu yaxında inşallah bizim yeni bir klipimiz ərsəyə gələcək.
Hansı mahnı olduğunu deməyəcəm, o da sürpriz olaraq qalsın. Çox az zaman qaldı ki, o klipi artıq yekunlaşdıracağıq. O klipdən sonra da böyük bir mətbuat konfransı olacaq. Hansı ki biz bundan qabaqki mətbuat konfransında jurnalistlərə söz vermişdik ki, Azərbaycanda Azərbaycan mahnısına gözəl bir klip çəkdirəcəyik və böyük bir konfrans yeni jurnalistləri başımıza yığacağıq. Öz fikirlərini söyləyəcəklər. Ona da çox az qaldı. Biz hər zaman verdiyimiz sözü tutan insanlardanıq və bilirsiniz verilişə çıxmaq, iş görmək önəmli deyil. Gördüyün iş önəmlidir. Təbii. Etdiyin, gördüyün, çəkdiyin klip önəmlidir. Tamaşaçılara nə demək istəyirsiniz? Sizi necə gözləsinlər? Tamaşaçılara Sürprizlərlə. Fanatlarınıza nə demək istəyirsiniz? fanatlarımı çox sevirəm. Onlar da məni çox sevir. Biz onlarsız olmayaq, onlar da bizsiz olmasın. Onlara buradan sevənlərimə demək istəyirəm ki, çox gözəl işlər gəlir, kliplər gəlir. Mən Bax, belə demək istəyirəm. kütləmiz belə deyək də, hər kəsin öz kütləsi var. Bəli. Hər bir müğənninin Bəli. öz kütləsi var, bazası var. Sizi də kütləniz Sibelcana bənzədir. Dəyərli Türkiyənin sənətçisi, sənətkarı, Sevim. divası belə deyərdim. Sibelcana bənzədirlər. Sizin belə buna yanaşmanız necədir? Bilirsiniz, mən belə şeylər var, elə bəzi məqamlar var ki, ona toxunmaq istəməzdim, amma madəm ki, belə oldu, siz bu sual verdiniz, mən toxunacağam. Mən bunu heç bir zaman bundan öncəki verilişlərdə də qeyd etməmişdim. Mənim bir xəsiyyətim var, insan özü olmalıdır, özünə oxşamalıdır. Sadəcə olaraq o məndən böyük olduğu üçün, o xanım məndən böyük olduğu üçün mən bu sözü, bu cümlədən istifadə etməyəcəm ki, mənə oxşasınlar. O cümləni məhz o məndən böyük olduğu üçün istifadə etməyəcəm. Olsun o məndən böyükdür. Göygöz olduğum üçün, gözlərim mavi olduğum üçün, bəyaz tenli olduğum üçün belə də ki, gözəl xanımdır, niyə də olmasın? Sevdiyimiz Amma mən xanım. burada bir şey vurğulamaq istəyirəm Ləman xanım. İndi inşallah xanıma da mən o məsləhət görmüşəm və buradan bəzi müğənnilər var ki, hansısa bir müğənniləri yamsılamaq istəyirlər. Özünüz çalışın, özünüz olun. Bəli. Bu sənətə gəlirsinizsə, öz adınıza, öz möhrünüzü qoyub gəlin. Zaten o sənətkarlar öz möhürlərini qoyublar, tanınıblar, illərin sənətkarıdır. Xalq da onları sevir. Əgər siz də bu sənətə gəlmək istəyirsinizsə, özünüzlə gəlin və səsinizlə gəlin. Əhməd Fərvizoğlu Oddalovu danışır. Kimə söz atır? Yox, söz atmıram. Fikrimi söyləyirəm. Yox, Özü yox. olmaq lazımdır. Özü olmaq lazımdır. Öz səsi ilə, öz sənəti ilə, etdiyi işlərlə gündəmə gəlib tamaşaçıların necə deyim, sevgisini qazanmalıdır. Yoxsa kimə mən özümü oxşadım, ay belə eləyim, zaten onu Biz olmayacaq. bilirik ki, Əhməd Fərvizoğlu kimlərlə işləyib? Bəli. Hansı sənətkarlarla işləyib və bu göz önündədir. Sənətkarlarla və sənətçilərlə işləmişəm. Sənətçilərlə. Hər adama sənətkar demək olmaz. Belə deyək də, müğənnilərin %90% ekrandadır, hal-hazırda bəli. gündəmdədir və onlar heç biri sizin adınızı hallandırmır ki, mən 5 ildir, 6 ildir məsəl üçün Əhməd Fərvizoğlu ilə işləmişəm. Hallandırmırlar çünki necə deyim? Çörək dizində. Ay sağ ol. Məşəl xanım dedi də, mənim deməyimə ehtiyac olmadı. Ona görə deyirəm ki, özləri bilər, Allahları bilsin. Mən arzu edirəm ki, bu cütlük heç bir zaman ayrılmasın. Amin. Zaten onu istəyənlər Daimi olsun çoxdur. inşallah. Onu istəyənlər çoxdur, amma arzu zirvəmizdə qalacaq. Nə deyək inşallah. Ayırbet dəyərli dostumuz Coşqun Biləş də sizi Salamlayırıq buradan, bəli. oxşatdı Sibelcana. Mən adım bilməsəydim, tanımasaydım şəxsən özüm, mən deyərdim Sibelcan burdadır. Xoş gördük, necəsiniz? Çox sağ olun. Siz necəsiniz? Bayramınız mübarək. Bəli. Səs özünü görməsəydim elə bilərdim ki, Sibelcandır həqiqətən. Allah Taala hər bir insandan iki dənə, 3 dənə yaradır. Onun da biri o xanımdır, biri ola bilər mənəm. Biri də hər halda Türkiyədə falan bir Göygöz xanımlardan biridir. Sadəcə demək istəyirəm ki, Göygöz xanım olduğu üçün, bəyaz tenli olduğum üçün, Göygöz xanım olduğum üçün mən o xanıma çox oxşayıram. Bəzi insanlar var, bəzi qara xanımlar var ki, deyir ki, mən ona oxşayıram deyən insanlar da var. Mən də Göygöz olduğum üçün oxşayıram və belə də ki, o da gözəl bir sənətkarımızdır, gözəl bir xanımdır. Olsun, niyə də olmasın? Şəlalə can səsən canlı infaq. Canlı infam. Tamam, xalq mahnısı olardı. Olsun. Nə öyrənmək istəyir? Ay qız gəzmə aralı, könlüm səndən yaralı. Şimdi bir ümit ot kimi yanar, Azerbaycan deyip
Ebedi azadlık senin adındır. Vətənim saadət senin yanındır. Qəlbimdə bir ümid ot kimi yanar. Azərbaycan deyib könlüm qururlanar. Ebedi azadlık senin adındır. Vətənim saadət senin